Bizim Türk dünyasında Türk aile enstitüsünü dağıtmaya çalışırlar. Bəli. Ama siz bayağı bir şeye dokundunuz ki Fransa'da, Avrupa'da belə değil. Ben size bir söz diyeyim. Türk dünyada yalnız Türk'te aile bağları möhkəmdir. Bəli. Bizim valideyn qeydinə qalmaq, övlad ölənə qədər, axır nəfəsinə qədər övladını düşünmək, bazar günü istirahət etməmək, tətil düşünməmək ki, evladımın falan problemi qalıb, nə bilim nə, yalnız bizə məxsusdur. Bu bizim ən gözəl, bizim ailə bağlarımız bizim ən gözəl xüsusiyyətimizdir. Amma bəla burasındadır ki, bədbəxtçilikdən həm də ən zəif nöqtəmizdir. Bəli. Həmişə bizi oradan vururlar. Tamamilə doğrudur. Səs çıxaran kimi sənin qohumu işdən çıxardacağım, oğlu tutacağım, nə bilim, əvvə ilişəcəm, dayı, bir qohum. Hətta biz o qədər bizdə bu mehribançılıq, bağlılıq, etibarlılıq var ki, Bəli, tamamilə doğrudur. bizim dostumuzu, salam verdiğimiz bir adamı, iş yoldaşımızı belə, onunla belə təhdid edəndə bizim əlimiz ayağımız soyuyur ki, etibarsızlıq olar, mənə görə ona bir söz gəlməsin, mənə görə o çörəyindən olmasın və s. Bu bizim ən zəif nöqtəmizdir. Amma əslində ən gözəl xüsusiyyətimizdir. Ən gözəl nümunəvi xüsusiyyətimizdir. Siz deyirsiniz, Avropada xalq cəmaatın ayaqlanmağı, mübarizə aparmağının birinci səbəbi odur ki, ona deyə bilmirlər ki, sənin oğlu tutacam. Yoldaşı işdən çıxardacam. Nə edəcəm? İran bilirsiniz bugün niyə bu gündədir? İranda Xomeyni lənətullah hakimiyyətə gələn kimi güya İslam qaydalarını qoydu. Amma İslamdan xəbəri olmayan bir quruluş elədi. Çünki Fransa'nın, Rusiyanın yardımı ilə gəlmişdi hakimiyyətə. Sadəcə olaraq şahı dəyişirdi və onu niyə seçmişdilər? Çünki o özündən, daha doğrusu özündən öndəkilərin yarattığı bir təriqətin davamçısıydı. İslamdan tamam uzaq, əksinə İslam düşməni. O ölkədə belə bir qanun qoymuşdu. Uşaqla acıqlanırsan, yoldaşına yola getmirsənsə, bu Avropada da var. Həmin an övladın əlindən alınır və qoyulur dövlətin himayəsinə. Uşaq evinə deyək, internata. Həftədə, ayda bir dəfə görüş verilir və orada o uşağı rusca desə verbavat edirlər. Ortak Sovet hökumətindən yadımızdadır. Ortak millət, Sovet insanı, Sovet milləti düzəldirdilər. Türk kimi tanınmağa qoymurdular, nə bilim, Rusu, hamısını qarışdırmışdılar. Eynən İranda da olmayan bir Fars milliyyəti adı altında əslində Fars milləti tarixçilər də deyir ki, olmayıb. Epikologlar da deyir ki, olmayıb belə bir şey. Uydurma bir şeydir. Yalnız dili var və s. Qondarma bir millət düzəldirdilər. İran xalqı, İran milləti. Bugün ona görə orada insanlar çaşqınlıq içindədir. Türk olduğunu bilmir. Bəziləri deyir ki, mənim nənəm deyərdi ki, onun atası Türk olub. Başa düşmədim, mənim babam deyərdi ki, onun atası Türk olub. Deməli o da Türkdür. O dərəcədə insanları şizofren ediblər. Hətta Türkiyədə çox adam bilmir ki, İranda hardasa 80%-ə yaxın 60 milyondan çox Türk var. Biz elə özümüz boynumuza qoyub farslar, biz də deyirik ki, 30 milyon, 35 milyon, elə deyil. Ən azı 60 milyona yaxın, 55 milyonun etiraf ediblər. Türk var. Nə də İrandakılar bilmir ki, Türkiyədəkilər Türkdür. Onlar elə bilir, ya Yunandılar, ya Osmanlıdılar. Osmanlı görəsən nədir? Bu dərəcədə. Bunlar onlara Qacar, onlar bunlara Osmanlı deyir. Türk olduqları belə bilmirlər. Unutturublar. Millətlərin milliyyətini unutturublar. Millətlərin mehribançılığını dağıdıblar, məhv ediblər. Yalnız o bizlərdə qalıb ki, bu da bizim həm gözəlliyimiz, həm də bəlamızdır. Bugün Xomneyə qarşı hücumun əsas səbəbi nə idi? İnsanları sevinci. Hardan yarandı? Sizə bir şeyi xatırladım. Tərtər hadisələri törənməmişdən qabaq, 2-3 ay, 5 ay qabaq bir təbliğat yaydılar. Ermənilərə işləyən çoban var, ermənə işləyən hərbçilər var və s. İnsanların beynini doldurandan sonra Tərtər hadisəsi törədəndə bugünkü günə qədər çox adam elə bilir ki, həqiqətən də xəyanət olub. İnandılar. Əvvəlcə mühit yaradırlar. Eurovision məhələsində bizi təbliğ elədilər ki, ay nə bilim, dünya bizim bəzi insanlar istəmir biz dünyada tanınaq filan bəhmən. Ona görə də Eurovision məhbuslarının
müdafiəsinə heç kim qalxmır. Nardaran məsələsində elə elədilər, Gədəbəy məsələsində hamısında əvvəlcədən insanları hazırlayırlar. Yani təbliğat Bu gün də bəli, təbliğat böyük gücdür. Bu gün də Amerika və İsrail, İngiltərə bu koalisiyalar, şər, şeytan koalisiyaları. Mən demirəm ha, Xomneyi, nə bilim İran rejimi pirdir. Onlar şeytandırlar, amma onlara qarşı vuruşanlar 10 qat şeytandırlar. Əvvəl oranın iqtisadiyyatını məhv elədilər. Dolları qaldırdılar, İran pulunu məhv elədilər, iqtisadiyyatını məhv elədilər. Blokadiya aldılar, bütün ərzaq filan hər şey məhv oldu, insanlar ayağa qalxsın. Ondan sonra da insanlar dua elədi ki, ay Allah, bunu kimsə gəlsin öldürsün. İnsanlarda da bir tənbəllik var. Bu tənbəlliyin də əsas səbəbi odur ki, Allah bu bəlasını versin, Trump gəlsin. Qardaş, sən Xomeyni ilə bacarmırsansa, Amerikanın necə bacaracaqsan? 79'a kadar Şah Amerikanın adamıydı. Onunla bacarırdın? Yok. Sonra bu da Rus'un, Fars'ın, Fransız'ın adamı oldu. Bununla da bacarmadın. Bacarsın gene de onunla bacarardın. Amerikanla necə bacaracaqsan? Zəngəzur yoluna getirip Amerikanın şərik ediblər 100 illiyə. Oturduğu yerde 60% onundu, kalan 40% Ermənistanın, nə bilim, Azərbaycanın və s. Yok, o Bu 40 kadar düşüncəsizliği var insanlarda. 40% de Rus aparacak. Yani bize oradan ne bize ne Ermənilere işe düşmeyecek oradan. Ona göre ki ben bayaqda dedim. Çok sağ olun Ali Bey. Mesele burasındadır ki bakın. Ona göre ben deyirəm də bu kişi bakın 37 ildir öz millət indi bu saat İrana öz millətini, öz xalqını sevən bir lider lazımdır ki Ali Bey orada her şey öz yerini tapsın, öz həddini tapsın. Yani küçədən gələn baxın indi Amerika... Əlbəttə, bu da təyinat nə olmur da, Şahidin bəy, icazə verin, mən bir fikir deyim. Bəli, təyinat Bax, biz nə olmur? Səddamı söyürdük, diktator deyirdik. Bəli, o diktator idi. Çünki xalqın diktator yox, korrupsiyoner olduğuna görə mən onu nifrət edirdim. Amma o kimi qırırdı? Kürtlər, Peşmərdə Kürtləri, Yezdi Kürtlər, Kürdistan yaratmaq istəyən, ixtilaf yaradan, İsrailin, Amerikanın fitvasıyla ölkəni parçalamaq istəyənləri qırırdı. Düz eləyirdi Səddam. Amma onun korrupsiyoner olmağına görə xalq onu dəstəkləmədi və Amerika onu məhv elədi. Vaxtında elə Amerika idi də onu müdafiə. Qəddafinin də elənciyini, başqalarını da. Diktatoru da özləri yaradırlar. Xalq özü qalxıb ayağa öz rəhbərini seçməlidir. Seçdik, arkasında durmadığı Elçi Bey'in. Bu gün onun hesabını seçirik. Tamamıyla doğrudur. Bu gün onun hesabını seçirik. Tamamıyla doğrudur. Bizə təyin olunan rəhbər heç vaxt bizim qeydimizə qalmaz. Çünki o bizdən deyil. Bu məsələ budur. Ben sizden 100% razıyam ve bizim çok sağ olun Ali Bey. Yeni sözümüz var mı demeye? Söz çoxdur, amma sizin efinizə aydındır. Oldu əzizim. Çok sağ ol. Ben teşekkür ederim. Sadəcə onu çatdırmaq istədim ki, dünən də Xural TV'də bizim çox hörmətli Əvəz bəy Xomneyini şəhid elan elədi. Sonra Rəhim Qaziyev, keçmiş sabiq Müdafiə Nazirimiz də zəng eləyib ona dəstək verdi ki, bəli, o şəhiddir. Əziz gündə, Ramazan günündə, Ramazan ayında, orucluq bayramı günlərində həyatını itirənlər, nə bilim, neynənlər, amma düşünmür ki, çox təzadlı fikirləri elə adamlar səsləndirəndə adam bir neynəsin. Əsəbdən bilmirsən neynəsən. Ona görə üzr istəyirəm ki, efirinizi də sağ ol əzizim. Estağfurullah. Fikirlərimi demək istəyirdim. Təşəkkür edirəm. Sağ ol əzizim. Tamaşaçılara da xahiş edirəm ki, bəyənib paylaşsınlar ki, bu gözəl kanallar yayılsın xalqın arasında. Bəsdir, TikTok'da, nə bilim, səfey kanallara, boşlara baxdıq. Xoş qədəmlərə baxdılar. Belə kanallara baxmaq lazımdır. Təşəkkür edirəm, sağ ol. Sağ ol.